dinin siyasiləşməsi, məzhəbçilik, eyni zamanda milli dəyərlərimizin hansı istiqamətə yönəlməsi ilə bağlı keçirilən vacib olan bir konferansdır, tədbirdir. Bugün burada müzakirə edəcəyimiz məsələlər təkcə dini sahəyə aid deyil, həm də dövlətçilik, milli təhlükəsizlik, gələcək nəsillərin ideoloji sağlamlığı ilə bağlı strateji məsələdir. Azərbaycanımızda olan bu dinclik, insanlarımızın bir-birinə olan münasibəti dünyanın əksər ölkələri üçün, mən deyərdim, bütün ölkələr üçün bir nümunədir.